Salam cənab treyderlər və investorlar. Sizinlə layihə sistem, Guru Markets şirkət haqqında qısa məlumatlarla başlayaq. İstəsəniz fasilə verə bilərsiniz. Korporasiyanın bütün göstəricilərini ətraflı şəkildə yoxlaya bilərsiniz. Biz sizinlə şirkətin cari fundamental göstəricilərini müqayisə edəcəyik. Enpasi Enerji Inc. Ticker, ENPH. Bu baxış 01 iyul 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets şirkət Enpasi Enerji Inc. alt kateqoriyaya aiddir. Enerji Equipment qiymətləndirmədə 28 təşkilat iştirak edir. Tədqiq olunan şirkət üçün ümumi xal 10 baldan 3 bal. Alt kateqoriya üzrə orta bal 2,1 bal. Çox geniş perspektivdən baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə bütün fond bazarı üzrə orta nəticənin 1,8 bal olduğunu görəcəyik. 3-3 hesabla qarşı Enpasi Enerji Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Enpasi Enerji Inc. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görəcəyik. Enpasi Enerji Inc. mənfi 61,5% dəyişmə göstərib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %15,1. Şirkətin bazar kapitallaşması Enpasi Enerji Inc. 5,2 milyard dollar təşkil edir. Alt kateqoriyanın bazar kapitallaşması 179 milyard dollardır. Şirkətin balans dəyəri 0,8 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 29 milyard dollardır. Bazar və balans dəyərinin paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Enpasi Enerji Inc. Alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 2,912% təşkil edir. Balans dəyərinin kapitallaşması 2,759% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən təşkilatın maliyyə öhdəlikləri 1,216 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 152%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə nəticə PIS -1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 35,1-dir. Alt kateqoriya üzrə orta göstərici 49,5-dir. Alt kateqoriya təşkilatları ilə müqayisədə bazar dəyərinin mənfəətə nisbəti yaxşı 1 bal. Son 12 ayda mənfəət 148 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 406 milyon dollar olacağı proqnozlaşdırılır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 3,7-dir. 4-cü alt kateqoriya üçün orta. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fond bazarı dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 1,420 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir şərti olaraq 2,330 milyon dollar olaraq qiymətləndirilir. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Marjinallıq 10,4%, alt kateqoriya üzrə orta göstərici isə 8,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada personal sayı baxımından şirkətin payı 2,37% təşkil edir. Bu, bazar kapitallaşma payından 43% azdır.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $1871.000-dır. Alt kateqoriya üçün isə $1308.000-dır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi, keçərli 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği $53.400.000-dır. Alt kateqoriya orta 26.400. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı 0.5 bal. Təşkilatın bir işçisinə düşən satış həcmi $512.000-dır. Alt kateqoriyada $324.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi, yaxşı 0.5 bal. Satışa çıxarılan səhmlər %19.1, alt kateqoriya üzrə orta hesabla 4%dir. Göstərici ROAS 14 şirkət üçün %46 səviyyəsini göstərir. NPAS Energy Inc. Alt kateqoriya üçün bu səviyyə təxminən 68% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti $39.64 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $51.21 civarındadır. Sifariş cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində istinad reyting sistemi ilə müəyyən bir mövsümdə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi əsasında NPAS Energy Inc. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilir. Video baxış olduğu üçün sifarişi açmayın. Sona qədər izlədiyiniz və məlumat və arayış sistemindən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik. Guru Markets.